Balakən şəhərinin mərkəzində Nizam məktəbinə yaxın bir ərazidə təxminən 100-150 metr aralı bir məsafədə gördüyünüz kimi möhkəm şəkildə tikilmiş ev satışa çıxarılır. Xeyli vaxt evdə yaşayış yoxdur. 7 sot həyət yanı torpağı var. İçərisində cürbəcür bar verən bir neçə ədəd meyvə ağaçları əkilmişdir. Gördüğümüz bu hissədə yola torpağın uzunluğu enli olduğu için bu hissədə, yəni ikinci evdə tikə bilərsiniz. Arxa tərəfdə gördüyümüz toyuq damıdır. Pəncərələr plastikdir. Qeyd etdiyim kimi xeyli vaxtı evdə yaşayış yoxdur. Yeri keyfiyyətli metlaqdır. Bu hissədə kubik daşdan tikilmiş ehtiyat su anbarıdır. Yan tərəfdə həyətinə aid ayaq yolcusudur. Ehtiyat su çayında var. Evin girişində maşın qarajı. Təmir şeylərdir. Gördüyümüz birinci mərtəbədə Rusun təmir şeyləridir. Birinci mərtəbədə evin kotelnisidir. Birinci mərtəbəyə aid hamamıdır. Tam təmirlidir, kabellidir. Süzülmə radyatorlardır. Yəni kombinə quraşdıra bilərsiniz. Birinci, ikinci mərtəbə arası betondur, yəni monolitdir. Möhkəm şəkildə tökülmüş monolitdir. Yeri taxta parketdir. Bu hissədə də ayaq yoludur, hamamıdır. Hamısı işlək haldadır. Mətbəxtidir. Yeri metlaqdır. Qonaq otağı çox genişdir. Tavanı yetərincə hündürdür. Təxminən 3 metrəyə yaxın ola bilər. İkinci mərtəbənin də tavanı monolitdir. Yəni 1-2 və ikinci mərtəbənin də patoloku beton monolitdir. Qeyd etdiyim kimi çox möhkəm şəkildə tikilmiş bir evdir. Evin orta barları da cüt daş kubikdən tikilmişdir. Gördüyünüz kimi. Qonaq otağından digər otaqlara giriş qapıları addelini qoyulmuşdur.
Satışa çıxarılan ev 7 otaqdan ibarətdir. Qeyd etdiyim kimi evin otaqlar arası da gördüğünüz kimi kürt daş kubikdən tikilmişdir. Möhkəm şəkildə tikilmiş evdir. Məktəbə çox yaxın bir məsafədə, yəni 100-150 metr aralı bir məsafədə yerləşir. Məktəbdir, bağçadır. Hamısı yaxınlıqdadır. Xeyli vaxt evdə yaşayış yoxdur. Barlar da taxtadan yığılmışdır girəcəyin. 7 sotlu torpağı. Torpağın bu ərazilərdə bir sotun qiyməti 7-8 min manatdır. Bildiyiniz kimi 7 sot torpaq ilə möhkəm şəkildə tikilmiş bu evin deməli kubçası var, kubça əldadır. Qiyməti 105 min manata təklif olunur.